Allahın rəhmətinə qovuşsun bütün Allah sevənləri, qovuşacaqlar da Allah yolunda cəhd edənləri, cihad edənləri, malı ilə, canı ilə cihad edənlər İnşallah Allahın rəhmətinə qovuşacaqlar. İndi mən nəyə deyirəm? Bu Araz Market var yanınızda, mağaza çox gözəldir. Və bildilər də Araz Market mağazadır. Yox, mən hər şey detallarından deyirəm, lazım deyilsiniz. Sözlü dənə qutar. Demək istəyirəm ki, məsəl üçün, orada 13 manata endirim olur. Pasiyanlı da olur, 12 manat 99 qəpik. Farel balıqları çox iri, yəni çay fareli yox, o da olubdur, 10 manat da olur. Qəşəng deyir, İrandan gəlir nədir, belə çox gözəl farellərdir, iri-iri. Məsəl üçün, onu alır adam. Məsələn, nə demək istəyirəm? Mal ətini alırsan falan qiymətdə, qoyun ətini alırsan falan qiymətdə. Onu da almaq lazım, düzdür, hərdən almaq lazım. Amma o balığı mən daim yeyirəm. Çox gözəl daxil. Nüzəllə o balığı sevməyən olar. Daha ucuzdur, 13 manata. Balığın özü əti çoxdur. Başı da yeməli olur, qəşəng. Suda pişirirsən, yeyirsən. Niyə görə adam gedə mal ətinə falan qədər pul verər? Bütün sevənləri Allah qorusun. Amin. Nə gözəldir amma. Bunu niyə çox göstərsən, Sevka? Deyirəm ki, Mələk, bu hissi yaşamsan, kimdən? Keçmiş həyat yoldaşımdan, yəni, amma başqasıyla niyə yaşamaq istəmədi bu hissi? Allah uzaq eləsən, Mələk, mən elə olmaq istəmirəm. Yəni, əsas o ki, Allah bütün halal gözəllikləri bütün Allah'ın sevənlərə qismət eləsin. Allah yolunda gözəl-gözəl yürüyək. Amin. İnşallah mən özümə ölüm arzulayıram. Niyə? O bir videoda demişəm. Yəni, yeyib içib mahnı oxuturam. Nə qədər olar? Yəni, bezməmişəm. Gözəldir, həyat çox gözəldir. Amma yəni, o bir videoda bildirmişəm. Söndür də.